Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyin 11-ci sinif şagirdiyəm. Avropa Qızlar İnformatika Olimpiyadasına 4-cü dəfədə iştirak edirdim və burada 3-cü, bürünc medalımı qazandım. Bu olimpiyada seçmələr fevralın 28 və martın 1-də oldu. Olimpiyada isə mayın 12-si 18 aralığındaydı. Təxmini 2 ay yarım vaxtımız var idi və bu müddətdə köhnə olimpiyada məsələlərini işlədik və ümumiyyətcə müxtəlif mənbələrdən çalışırdıq. Və çalışma prosesində bizə əvvəlki illərdən olimpiyadaçılar və müəllimlərimiz bizə dəstək oldular. Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyin 10-cu sinifində oxuyuram. İlk dəfədir ki, Avropa Qızlar İnformatika Olimpiyadasında iştirak edirdim və bürünc medalla qayıtdım. Özüm yarış şəraiti qurmağa çalışmışam evdə çalışdığıma qədər və beləcə hazırlaşdırmağa çalışmışam ki, əsl yarış mühitinə hazır olum, orada həyəcanlanmayım, stres keçirməyim. Həmçində Rahidin dediyi kimi keçmiş suallara baxırdım, keçmiş sualların yarışını keçirirdim özüm. Bizdə əsl yarışda əslində 5 saat uzunluğunda olduğu üçün bu çox uzun müddətdə həm enerjini saxlamaq, eyni fikri saxlamaq, həmçinin 5 saat olduğu üçün stres də yaşaya bilərsən. Bunun üçün də mən özüm evdə çalışdığım qədər, vaxtımı boş saxlamaya çalışdım ki, bu 5 saat səhər-səhərə salıb hazırlaşım bu imtahana. Hansı bir yarış seçirdim. Keçən illərin deyək ki, sualları, deyək ki, 2023-ün ilk gününün suallarına başlayırdım yarış eləməyə. 5 saat başlayırdım həm sualları spesifik olaraq sual atmağa. Əvvəlki illərin statistikaları nəticələrinə görə və yarış ərzində yığdığım bal və məsələlərin çətinliyinə görə əslində təxmin eləmək olurdu yarış ərzində ki, mən təxminən hansı neçənci yerdəyim. Və ona uyğun da mən başlayırdım. Bəzən elə olurdu ki, 1-2 dəqiqəlik istirahət verirdim özümə ki, benim təzədən fikirlərimi toparlayayım və davam edeyim. Ya da elə olurdu ki, hiss eləyəndə ki, biraz daha çətin məsələyə girişmişəm, onda dayanıb bir də təzə məsələləri gözdən keçirirdim ki, hansı daha rahatsa ona girişim. Məncə dözüm ən vacib şərtlərdən biridir. 5 saatdır yarış. Bundakı arada bir alınmadığını görəndə saatlarca məsələn elə olur ki, bal toplamaq çətin olur ya da mümkün olmur. Onda də sona qədər mübarizə aparmaq lazımdır. Əslində yarış 2 gün idi və hər biri 5 saat olduğu üçün yenidən dediyim kimi 5 saat hazırlaşmaq lazım idi. Mənim üçün ən çətin məqam yəqin ki, ilk gün idi. Çünki ilk gün sualları ikinci gün suallarına nisbətdə daha çətin idi. Və ilk saatda çalışdığım qədər bal yığdım, lakin sonradan strategiyanı düzgün qurmadığıma görə mən əslində daha çox bal yığa bilərdim, lakin daha az bal yığdım. Bunu sonra öyrənib ikinci gündə ayrı bir strategiya qurdum. Buna görə ikinci gün nəticələri mənim üçün daha uğurlu idi. Mənə görə də olimpiyadanın birinci günü nisbətən ikinci gündən daha çətin idi. Mənə görə çətin olan bir hissə də vardı ki, elə ola bilər ki, daha asan məsələdən daha çətin bir bal məsələlər hissələrə bölünübdü və həmin hissələrə görə də hansı hissəyə kod yazsanız ona uyğun bal verilir. Elə ola bilər ki, asan məsələnin çətin bir hissəsi var ya da çətin məsələnin asan subtask deyilən hissələri var ki, orada bəzən qərar vermək lazımdır ki, asan məsələyə mi girişmək lazımdır, yoxsa çətin məsələdən asan balları mı yığmaq lazımdır. Orada qərar vermək olur. Hər ikisi də biraz risklidir. Bəlkə çətin hissəni yaza bilməyəcəm. Amma çətin məsələnin asan hissəsi də nisbətən biraz çətin olur deyə hər ikisindən də bal toplamamaq var ya da ki, hansının bal gələr, hansını yaza bilərəm, ondan əmin olmuram. Mən əslində 7-ci sinifdə bu liseyə qəbul olanda həmin zamanı informatikanı digər məktəblərdən fərqli olaraq kodlaşdırma ilə keçirdilər. Kodlaşdırma dərslərimiz vardı. Bu zaman mənim maraq yarandı. Müəllimimiz də çox sağ olsun ki, yönləndirdi ki, onsuz da liseyimiz olimpiyada çox fokuslanan bir liseydir. Olimpiyada fokuslanmaya başladım. İstər informatika olsun, istər digər fənlər olsun, məncə qadın kişi çox bir fərqi yoxdur. Onsuz da məntiqin özü də bir yaradıcılığın bir hissəsidir. Onun üçün hər kəs burada çalışa bilər və deyərdim ki, nəsə qazana bilər, uğur qazana bilər. Mənə də təxminən 6-7-ci siniflərdən başlamışam və hər dəfə məsələ həll edəndə görəndə ki, həllim doğru keçir, mənə maraqlı ki, həvəsim daha da artırdı ki, bir məsələni daha həll elədim. Motivasiya vericiydi və ona görə də bu sahəyə qərar verdim ki, bu sahədən davam edəcəm və informatikada gələcəyin sahəsi hamı bildiyi kimi, ona görə bu sahədən davam eləməyə qərar verdim.
Mən 6-cı sinifdə olanda mənim bir neçə fəndən hazırlaşırdım. Respublika fən müsabiqələrində 7-ci sinifdə biologiya fənnindən iştirak eləmişdim və eyni zamanda da müxtəlif yarışlarda informatika fənnindən iştirak edirdim. Və valideynlərim mənə məsləhət gördülər ki, bioinformatika deyə bir sahə var, hansı ki, müxtəlif xəstəliklərin müalicəsi üzərində müalicəsinin tapılması üzərində bu sahə qurulubdur. Və mənə təklif elədilər ki, bu sahəni araşdırım və əgər marağım varsa bu sahəyə doğru çalışım. Və həqiqətən də mənim diqqətimi çəkdi. Ona görə mən biologiya və informatika fənlərindən hazırlaşırdım müxtəlif yarışlara və s. imtahanlara. Ona görə informatika fənnindən də olimpiyadalarda iştirak etmək qərarına gəldim. Şans deyərdim ki, ən azından olimpiyadada rolu var. Şans deyəndə mən sadəcə demək istəmirəm ki, yəni bəxtdir, düzdür, bəxt məsələsi ondan gəlir ki, deyək ki, sualların çətinliyi hansıdır, sən yaxşı bildiyin mövzudurmu, deyək ki, riyaziyyatın hansısa, mən indi riyaziyyatdan danışıram, riyaziyyatın deyək ki, loqaritm mövzusunu daha yaxşı bilirsin, nəinki, deyək ki, tənlikləri. Bu zaman loqaritm sualları daha çox çıxanda hər halda ki, onları daha yaxşı yazacaqsan da. Belə bir şey var, ya deyək ki, dediyim kimi strategiyadan çox asılıdır, və s. Rahidin dediyi kimi də bal yığmaq məsələsində bilmək olmur da, hansı sualdan bal yığa biləcəm. Bunun özü bir şansdır əslində fikirləşəndə. Mən humanitar fənlərdən çox texniki fənlərdə özümü biraz daha rahat hiss edirəm. Çünki humanitar fənlər biraz daha əzbər əsaslıdır deyə mən əzbər yaxşı yadına saxlaya bilmirəm deyə texniki fənlərdə daha rahat oluram. İntizama gəldikdə isə istənilən bir şey çalışanda intizamla çalışmaq lazımdır. Doğrudur, məsələn, istədiyiniz oyunlara falan. Yəni, vaxtı düzgün böləndə oyuna və dərsə hər şey vaxt qalırsa, əgər doğru vaxt bölünübsə, intizam elə o demək deyil ki, ancaq dərs. Yəni, hər şey vaxt qala bilər. Şans məsələsi də var. Xədicənin dediyi kimi, yəni ki, mən ola bilər ki, bəzi mövzularda daha yaxşıyam, ya bəzi mövzularda biraz çətinlik çəkirəm. Əgər olimpiyadada da gəlib həmin çətinlik çəkdiyim mövzulardan düşürsə suallar, onda biraz təsir eləyir nəticəmə. Həmçində uğur qazanmaq üçün məncə bütün gün oxumaq çox da yaxşı bir idea deyil. Çünki əgər ayrı vaxt ayırmasan dostlarınla, ailəndən, sonra o uğuru kimlənsə bölüşənmirsən istədiyin qədər, deyim ki, həmçində ayrı bir marağın olduqda, deyək ki, gələcəkdə informatikanın yanına başqa bir şey də qoşa bilirsən. Deyək ki, rəsmi, musiqimi, Rahidin dediyi kimi biologiyamı, coğrafiyamı, yəni ancaq bir ixtisas deyil də, ayrı bir ixtisasla da qoşa bilərsən. Nə qədər qabiliyyətin olsa, o qədər uğurlu olursan axırda dünyada. Vaxtımı bölməyə mən hər gün fikirləşirdim ki, bugün hansı fənlərdən çalışmalıyam, hansı imtahanlarıma daha az vaxtım qalıbdır, hər fənnə nə qədər vaxt ayırmalıyım. Bunları planlayırdım və gün ərzində plana uyğun çalışırdım. Amma yəni, gün ərzində mən inanıram ki, ancaq dərs yox, ailəmizlə və yaxınlarımızla vaxt keçirməliyik, onlara da vaxt ayırmaq lazımdır. Ya da sadəcə sevdiyimiz işləridir. Çünki bir gün müddət dərs oxuyandan sonra beyin yüklənir və ondan sonra hər nə qədər də çalışsaq, bunu anlamaq, qavramaq ya da nəysə düşünmək çətin olur. Ona görə birazcıq dincəlib ondan sonra təzədən dərsə davam etmək yaxşıdır. 11-ci sinif olduğum üçün olimpiyadan başqa da digər imtahanlarım var idi və hər gün fikirləşirdim ki, hansı imtahana daha az vaxtım qalıbsa, yəni hər imtahana uyğun vaxt bölməyə çalışırdım və həmin plan üzrə gün ərzində çalışırdım. Həm olimpiyada və həm də digər imtahanlara, qəbul imtahanlarına hazırlaşmaq çətinlik yaradırdı, amma inanıram ki, düzgün planla vaxtı düzgün bölüşdürəndə məncə nəticə əldə etmək olar.